Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Değerli dinleyiciler, siz Araz News radyosunun gündem verilişini dinleyirsiniz. Bugünkü verilişimizde son günlerde İran'ın farklı bölgelerinde rejime karşı baş verən etirazları ve Azerbaycan'ın bu etirazlara necə katılmasını danışacağıq. Son günlerde İran'ın bazı bölgelerinde hükümete karşı etirazların genişlemesiyle beraber siyasi ve medya ortamında ciddi bir tartışma konusu gündeme geliptir. Azerbaycan bu etirazlara ne zaman ve hansı rol ile katılacaktır? Bu esasda bazı təhlilçilər Azerbaycanın ve özellikle Təbrizin ölkənin siyasi dəngelərində belirleyici bir yere sahip olduğunu, bu bölgenin etirazlara fəal bir şekilde katılmasının Cumhuriyet İslamiye karşı güc dəngelərinin dəyişdirə ve onun yıkılmasına sebep olacağına inanırlar. Bu baxış açısına göre Azerbaycanın meydana gelmesi təkcə bir bölgenin yox, bəlkə siyasi bir inqilabın dönüm noktasıdır. Buna karşı başka bir kesim ise Azerbaycan'ı ülkedeki itirazların itici motoru, yani motoru mühərriki olarak tanıyırlar. Ve Azerbaycan'ın katılımı olmadan diğer bölgelerdeki itirazların belli bir sonuç çıkarma potansiyelinin olmadığını vurgulayırlar. Yani Azerbaycan itirazlara katılmadan itirazların bir sonucu olmayacaktır. Bu fikre göre Azerbaycan'ın ne zaman ve necə etirazlara dahil olması İran'daki gələcək gəlişmələr açısından stratejik bir meseledir. Ancak bu suallara cevap verebilmek için öncelikle bir sıra temel soruların ele alınması gereklidir. Bu sorulara veriləcək cevaplar ışığında Azerbaycan'ın hansı mərhələdə bu etirazlara girə biləcəyi, bu girişin hansı mekanizmlərlə olacağı ve nə miqyasda gerçəkləşməsi ve hansı hədəflə baş tutacağı ve nihayette hansı sonuçlara varacağını deyə bilərik. Azerbaycan'ın ve Təbrizin etirazlardaki təsirini ve rolunu incelerken özellikle Məşrutə inqilabı ve 1357 inqilabı kimi olayları karşılaştırdığımızda dikkate alınması gereken önemli hususlar vardır. Bu hususların tartışılması ve təhlil edilmesi nihai değerlendirmede belirleyici bir rol oynayacaqdır. Məşrutə inqilabı dövründə Təbriz siyasi, iqtisadi, ticari, ictimai ve cəmiyyəti baxımdan İranın en büyük şəhri hesab edilirdi. Tehran paytaxt adını daşısa da əməldə ölkənin siyasi mərkəzi rolunu oynayan Təbriz idi və bir çox qərarlar, hərəkətlər və siyasi müadilələr Təbrizdən idarə edilirdi. Bu üstünlük Təbrizi rəsmi güc mərkəzinə qarşı ciddi alternativə çevirdi və İranın siyasi gəlişməsindəki mövqeyiyyətini belirleyici bir vəziyyətə çatdırdı. 1357 inqilabında Azerbaycan ve Təbriz fərqli bir açıdan önemli sayılırdı. Bir yandan mezhebi ceryanların Azerbaycan toplumunda etkili olması ki o zaman toplumun büyük bir kısmını bəsic edebilirdiler ve bir başka tərəfdən də İrandakı sol hərəkatların qurucularının bir çoxunun Türk olması Azerbaycanın etkisini daha da artırırdı. Beləcə 1357 inqilabının iki ana oyuncusu olan dini ve sol ceryanlar Azerbaycan ve özellikle Təbriz ile möhkəm bir bağlantı içindeydiler. Bu durum bölgenin tarihi rolunu daha da öne çıkarırdı. Buna bakmayarak hem Pəhləvi ve hem Cumhur İslami döneminde Azerbaycanlı aydınlar ve siyasi fəallar ister milliyetçi olsun, ister mezhebi veya solçu farklı dönemlerde mərkəzçi Fars iktidarı tərəfindən sistematik bir şekilde baskı ve sərkuba məruz qaldılar. Bu sərkubların ilk dalğası Rizaxanın kudetası sürecinde Azerbaycanın bağımsız ve öncü nəqşini ortadan qaldırmaq amacı ilə Şeyx Məhəmməd Xiyabanının hərəkatını bastırarak gerçəkləşdi. İkinci mərhələ 1325'te Azerbaycan Milli Hökumətinin yıkılmasından sonra Pəhləvi hökumətinin tərəfindən icra edildi ve Azerbaycanın siyasi mədəni fəalları ve aydınları geniş bir miqyasda öldürüldü veya sürgün edildi. Üçüncü mərhələdə isə 1357 inqilabından sonra Xalq-ı Müsəlman hərəkətinin bastırılması ilə birlikdə yaşandı və Azərbaycanın ictimai və siyasi siması bir daha ağır zərbə aldı.
Bu təsviyə və bastırma siyasəti Cumhur-İslami dövründə sona çatmadı və tam əksinə yeni bir biçimdə davam etdirildi. Bugün onlarca Azərbaycanlı siyasi fəal və aydın Cumhur-İslaminin zindanlarında həbs çəkirlər. Bu durumun fərqli zamanlarda davam etməsi Azərbaycanın bağımsız siyasi və ictimai zərfiyyətinin zəifləməsi hədəfi ilə gerçəkləşdirilir və bunun bir dövlət siyasəti olduğunu ortaya qoyur. Azərbaycanın iqtisadi və cəmiyyəti açıdan zəiflədilməsi də Rzaxanın iqtidara gəldiyi ilk günlər etibarilə başladı və günümüzdə də çoxalan bir sürətlə davam edir. Mərkəziyyətçi dövlət siyasətləri Azərbaycanın ölkə çapındakı tarixi mövqeyiyyətinin mərhələ-mərhələ zəifləməsinə və onun geri qalmasına səbəb oldu. Bu siyasətlər sonucunda bir zamanlar iqtisadi, siyasi, ticari və cəmiyyəti baxımdan İranın ən güclü bölgəsi olan Azərbaycan və Təbriz şəhəri keçmiş yerini itirdi və bugün orta səviyyəli və bir çox meyarda daha düşük bir bölgəyə çevrildi. Bu gerçəklər işığında Təbrizin və Azərbaycanın tək başına geniş bir ayaqlanmanı başlatmasının bəkləntisi mövcud zərfiyyətlərin üstündə və gerçəkçi, yəni vaqiəgərə olmayan bir intizardır. Təbrizin və Azərbaycanın illərdir əmdi olaraq geri saxlanılmasını nəzərdə almadan və meydani gerçəkləri görmədən bu yükü Təbrizin və Azərbaycanın çiyninə yükləmək sadəcə bir həyəcani tutum çərçivəsində təhlil edilə bilər. Amma əsas soru budur. Təbriz hansı mərhələdə və hansı şərtlər altında etirazlara qatıla bilər? Bugünkü Təbriz siyasi, iqtisadi və cəmiyyəti baxımdan Tehran, İsfahan, Məşhəd, Şiraz və digər böyük şəhərlərlə müqayisədə daha məhdud bir mövqeyiyyət və potansiyelə sahibdir. Bu nədənlə yalnız mövcud potansiyelə dayanaraq yapılacaq erkən və hazırsızlıq bir giriş böyük ehtimal ağır və baskıcı bir təpki ilə dövlət tərəfindən qarşılanacaqdır. Bunun iki əsası nədəni vardır. Birincisi, Cumhur-İslami Təbriz və Azərbaycandakı hər bir etirazı otomatik olaraq bölücülük və ya təcziyə tələbi hərəkət görür və bu bərsəsblə etirazı hərəkətlərin bastırıb sərkub etməsini məşrulaşdırır. Bu tutumun tarixi nümunəsi 29 bəhmən 1356-dakı Təbrizin şah rejimi əleyhinə ayaqlanmasıdır. O illərdə Pəhləvi rejimi Təbrizdəki etirazların təcziyə tələbanə və xarici amillər tərəfindən olduğunu açıqlayaraq bu etirazları qanlı bir şəkildə bastırmışdı. İkinci, cəmiyyəti Təbrizin hardasa 10 bərabəri olan Tehran şəhərində etirazların hələ də dağınıq və parçalı şəkildə davam etməsi halında Təbrizin hesab-kitabsız bir şəkildə meydana çıxması Təbrizə və Azərbaycana böyük və ağır tavan verdilər. Bu baxımdan Təbrizin etirazlara qatılması həyəcanı deyil, siyasi hesab və güc dəngəsi analizinə dayalı bir qərar olmalıdır. Azərbaycanın bu etirazlara hansı amacla qatılması sualına cavab verərkən son 100 ilin tarixi təcrübələrinə baxmaq gərəklidir. Azərbaycan son 100 ildə İrandakı iki inqilabda da böyük və əsli rol oynayıbdır. Ancaq hər iki inqilabda da bütün fədakarlıqlarına baxmayaraq onu geri itələyiblər. Və bu qatılımın siyasi qazancları Fars, ya daha doğrusu Tacik millətçiləri tərəfindən qəsb edilibdir və azadlıq və ədalət yerinə hər iki devrimdə Fars diktatorluğunu bərpa edib və ilk qurbanı da Azərbaycan seçiblər. Bu nədənlə Təbriz və Azərbaycanın etirazlara yenidən qatılması keçmişdəki şərtləri və nəticəsiz modellərin tikrarı olmamalıdır. Azərbaycan ancaq hədəfi açıqca öz milli hakimiyyətin qurulması olması surəti ilə bu etirazlara qatılmalıdır. Bu hədəfin də gerçəkləşməsi azadlıq, ədalət, milli hökumət ilə olacaqdır. Sonuc olaraq Azərbaycan və Təbrizin İranda olan etirazlardakı rolu sadə, tarixi bənzətmələr və ya da həyəcani intizarlarla açıqlana bilməz. Və bugünkü Azərbaycan nə məşrutə dönəminin Azərbaycanıdır və nə də 1357-nin Azərbaycanı. Çünki Azərbaycan son 100 ildə siyasi, iqtisadi, cəmiyyəti və mədəni olaraq sistematik bir biçimdə zəiflətilmiş və onun təşkilatı insan qaynağının önəmli bir hissəsi düzənli baskılarla təsviyə edilmişdir. Bu bağlamda
Ölkə çapında gərəkli şərtlər hazır olmadan Təbriz və Azərbaycandan qapsamlı bir ayaqlanma gözlənilməsi gerçəkçi deyil və eyni zamanda Azərbaycanın ağır bədəllər ödəməsinə nədən ola bilər. Özəlliklə böyük şəhərlərdəki etirazlar hələ sürəkli və birləşmiş bir səviyyəyə çatmamışkən, hökumətin Azərbaycandakı hər hərəkəti ağır bir şəkildə təciyyətələri bərçəsbi ilə sərkub etmə riski daha çoxdur. Tarixi təcrübə ayrıca bunu göstərir ki, Azərbaycanın bağımsız bir söyləm və bəlli bir hədəfi olmadan ölkə çapındakı hərəkətlərə qatılımı yenidən qazancların qəsb edilməsinə və yeni baskıların ortaya çıxmasına yol aça bilər. Bu nədənlə Azərbaycanın gələcəkdəki etirazlara qatılımı ancaq hesablı, təşkilatı və açıq bir amacla gerçəkləşdiyində siyasi anlam və məşruiyyət qazanacaqdır. Bu amac keçmişin təkrarına deyil, milli hakimiyyətin, ədalətin və öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsinə dayanmalıdır. Daha açıq desək, Azərbaycan və Təbriz nə başqalarının etirazları üçün mühərrik bir motordur və nə mərkəzli projeləri qurtaracaq stratejik bir yerdir. Əgər Azərbaycan yenidən meydana çıxacaqsa, bu çıxış birincili, bağımsız və Azərbaycanın tarixi, milli və gələcəkdəki siyasi çıxarlarının doğrultusunda ortaya çıxmalıdır. Və bunu yansıdan təkcə şüar azadlıq, ədalət, milli hökumət şüarıdır. Hörmətli Araz News dinləyiciləri, gündəm proqramının sonuna gəldik. Yeni bir verilişlə görüşmək üzərə. Sağ qalın.